Hörmətli Azərbaycan telekanalının izləyiciləri, hörmətli Azərbaycan xalqım, hörmətli əzizlərim, bəylər və xanımlar. Bugün mən doğrudan da efirə çıxma fikrim yox idi. Çünki neçə gündür xəstə idim, amma bugün mən Facebook səhifəmdən, TikTok səhifəmdən, digər platformalardan Azərbaycan xalqını qarşıdan gələn Yeni il bayramına və Dünya Azərbaycan Həmrəylik Günü münasibətilə təbrik etmişəm. Amma baxdım, gördüm ki, bizim bu təbriklərimiz heç də hakimiyyətdə olan bəzi məmurlar qane etmir. Bugün biz dediyimiz hər bayramlarda qiymətlərin artımı ilə məşğul olan, ölkədə 32 vəzifə daşıyan bir adam var. Onun ləqəbini mən qoymuşam, Meşəbəydir, Mikayıl Cabbarov. Mikayıl Cabbarov Tarix Şurasının sədri, həm İqtisadiyyat naziri, həm də Tarix Şurasının sədridir. Bugün bu adam ölkədə vətəndaşların rifahını yüksəltməsi üçün, əməklərin qaldırılmasında, digər əmək müavinətlərinin qaldırılmasında və digərlər problemləri həll eləməsi əvəzinə hər bayram qabağı bu xalqın qanı qaraltmaqla məşğuldur. Demək, yeni il və Dünya Azərbaycan Həmrəylik Gününə bir gün qalmış, Tarix Şurasının qərarına əsasən, yəni Mikayıl Cabbarovun rəhbərliyi Tarix Şurasının qərarına əsasən 2026-cı ilin yanvarın 1-dən ay 92 markalı benzinin 1 litri 5 qəpik, dizelin 1 litri isə 10 qəpik artacaq. Bir sözlə, yanvarın 1-dən ay 92 markalı benzinin 1 litri 1 manat 15 qəpiyə, dizelin 1 litri isə 1 manat 10 qəpiyə olacaq. Bu nə deməkdir? Bu bilirsiniz, bəziləri deyir ki, bu iqtisadiyyatda vəziyyət ağırdır, odur. Bəli, mən başa düşürəm, amma bu yanacaqların qiymətin qalxması ilə ərzaq məhsullarının da qiyməti avtomatik qalxır. Bu da sadə vətəndaşların alıcı qabiliyyəti olsa bugünkü gün yoxdur çoxunda. 80%, 70%-də yoxdur və bugünkü gün də alıcı qabiliyyəti olmayan vətəndaş məcbur olacaq ki, lap pis vəziyyətdə yaşasın. Qardaşım, belə olmaz. Bu ölkədə demək, bir dənə Mikayıl Cabbarov, mən burada mənim bağda kör xəlvə olmaz. Görün nə deyir, məlumatda gör nə deyir, Tarix Şurası məlumatda, onu sizə oxuyacağım. Gör nə yazırlar ki, məlumatda Tarix Şurası ki, bu qiymətlərin qalxması ilə bağlı. Onlar yazır ki, son illərdə iri şəhərlərin əhalisi artır və şəhər ətrafı ərazilərdə yaşayanların sayı çoxalıb. Bu isə nəqliyyat sistemləri və sərnişin daşımaları üçün yeni çağırışlar yaradır. Bu gülməli açıqlama deyil. Vallahi gülməli açıqlama, Mikayıl Cabbarov. Sən nə arma fikrin var? Xatırladaq ki, 2025-ci ilin sentyabrında dırnaqarası ictimai nəqliyyat məqsədilə büdcə fondu yaradılıb. Görün, mən onu deyəcəm sizə. Tarix Şurasının məlumatına görə, yəni dırnaqarası fonddakı vəsaitin bir hissəsi benzinin, dizelin və maye qazının hər litrindən tətbiq olunan yol vergisinin gəlir götürülmüş. Qanunvericiliyə edilən dəyişikliyə əsasən yanacağın hər litrinə görə yol vergisi 7 qəpik müəyyən edilib. Bu səbəbdən yanacağın qiyməti artırılıb. Ay, bəsdirin də. Vallahi mən bilmirəm bu Tarix Şurasında kimlər oturur. Çox azınacaqlıdır. Çox azınacaqlıdır. Bilirsiniz, belə məmurlar, belə dövlətdə təmsil olan yüksək məmur vəzifə daşıyan məmurlar xalqın, mən deyərəm ki, xalqın bugünkü gündə vəziyyətini başa düşmürlər. Düşmək istəmirlər. Onlar üçün tapılıcı yoxdur. Bugün, bəlkə də cənab dövlət başçısı İlham Əliyevin bəzi şeylərdən xəbəri yoxdur.
Bunlar Cənab İlham Əliyev dezinformasiya ötürürlər. Ki, belədir, elədir, yəni bunu düzəldək, bunu düzəldək. Amma mən sizə bir dənə söz deyim də. Tarix Şurası 2024'ün iyulun 1'inden ay 92 perakende satış kıymeti 1 litre için 10 qəpiyə artırarak 1 manat 10 qəpiyə kaldırmıştı. Dizel yanacağın kıymetini de 20 qəpiyə artırarak 1 manat müəyyən etmişti. Onda da dövlət başçısına belki de dezinformasiya veriblər. Bilmirəm bunlar nəyə oturublar, nədən işləyirlər, nədir? Arkadaş bu xalqı dövlətçiliyə qarşı, dövlətə qarşı qaldırmayın. Bu xalqın dövlətini də sevir, dövlətçiliyini də sevir. Sizin kimi məmurlar getməlidir. Bəzi məmurlar, hakimiyyətdə olan bəzi məmurlar getməlidir. Bilirsiniz, indi maraqlıdır ki, dizel qiymətdə, benzinin qiyməti qalmalı əlavə Tarif Şurası təzə bir qərar da verib. Yəni Şura elektrik enerjisi və təbii qaz üzrə tariflər də müəyyən edib. Qərara əsasən 2026-cı ilin yanvarın 1-dən istehlak səviyyəsinə asılı olmayaraq qaz və elektrik üçün aylıq ödəniş 1 manatdan 3 manata qədər olacaq. Elektrik enerjisi üzrə mənzil, fərdi evlər, həmçinin kiçik müəssisələr bir fazalı enerji istifadə edənlər 1 manat, böyük müəssisələr 3 fazalı enerji istifadə edənlər isə 3 manat ödəyəcək. Millət necə razı olur olsun, nə işim var, bax burada deyim, Mirzə Rəhbər Sabir. Elektrik enerjisi üzrə, demək təbii qaz üzrə mənzil və fərdi həmçinin kiçik məsələ 1 manat, böyük sənaye obyektləri 3 manat ödəyəcək. Bax bu da var. İndiyə də vətəndaşlar yalnız istifadə edilir elektrik və qazın həmçinin dövlət üzr istəyirəm, indiyə də vətəndaşın yalnız istifadə edilir elektrik və qazın həcminə görə ödəniş edirdilər. Yeni qərarı isə istehlakdan asılı olmayan sabit abonent haqqı tətbiq olunacaq. Dedi, istifadə etdin, etmədin, pulu ödəyəsən. Yəni qaz da bağlasan da, ışığı da bağlasan da, suyu da bağlasan da pulu ödəyəsən. Cərimədir bu, cərimələr tətbiq olunur da. Şura açıqlamasında bildirir ki, bu addım dırnaqarası infrastrukturun sağlanması, xidmətlərin göstərilməsi və əməliyyat xərclərinin istehlakçılar arasında balansı bölüşdürülməsi məqsədini daşıyır. Neyse. Qurum həmçinin xatırladır ki, bu bir çox ölkədə belə sabit ödənişlər mövcuddur. Və bu enerji təchizatının davamlılığı üçün vacibdir. Və sual olunur da, sual olunur. Deyirsən ki, mövcuddur və vacibdir. Başqa dövlətdə əməklər pensiya baxanda yüksək 2000-dən 5000 evro Avropada, Amerikada, digər ölkələrdə yüksəkdən, yəni əməklərdə, pensiyalarda, müavinətlərdə ona baxın, qiymət verin də. Bu millətin onun pulu yoxdur. Siz 400 manat pul verirsiniz xalqa. Ekspertlər deyir ki, elektrik enerjisi, yəni mən özüm də deyirəm, ekspertlər, yəni müəyyən etmişəm, sorğu da aparıq, yəni burada şey də var. Mən sorğu apardım bir ki, ekspertlər, onlar da deyir ki, elektrik enerjisi və təbii qaz üzrə yeni qərar rəsmi olaraq dırnaqarası qiymət artımı adlandırılmasa da, istehlakçılar üçün hər ay əlavə məcburi ödəniş deməkdir. Yəni, enerjiden istifadə edib etməməsindən asılı olmayaraq, abonentlər artıq şəbəkəyə qoşulu olduqları üçün ödəniş etməli olacaqlar. Əziz həmvətənlərim, Allah hamımıza səbrin versin, Allah bizə hamımıza kömək olsun. Allah Mikail Cabbarovlar kimi, digər nazirlər kimi, dövlətdə vəzifəsində olmayan, yerində məlum olmayanlar
bugünkü gün də getməlidir. Bugün onlar dövlətçiliyə qarşı çıxırlar. Onlar dövlətimizə qarşı çıxırlar. Onlar sabitliyimizə qarşı çıxırlar. Onlar ölkəmizin qorunmasına qarşı çıxırlar. Mən Həftəli Azərbaycan üçün Aqil Mahmudlu.